Salam əziz şagirdlər, kanala və videoya hepiniz xoş gəlmisiniz. Bugün 7-ci sinif kimya dərsliyinin səhifə 80-də olan tapşırıqların izahını verəcəm. Deməli, əvvəlcə gəlin öyrəndiklərinizi tətbiq edinlə başlayaq. Deməli, qrafikdən istifadə edərək aşağıda verilmiş sualları cavablandırın. A variantına baxaq. Qrafikimiz bu qrafikdən söhbət gedir. Alüminium nitratın 30 dərəcədə 100 ml suda həll olmasını qram ilə müəyyən edin. Bizə də zaten burada qramla verilib. 30 dərəcədə 100 ml suda həll olmasına baxırıq. Deməli, alüminium nitratı əvvəlcə tapırıq. Daha sonra 30 dərəcəyə baxırıq və şaquli istiqamətdə gətiririk. Görürük ki, bax, tam bu nöqtədə bu birləşir. Əgər bu nöqtədə tam birləşirsə, deməli 80 neçədir? Amma bunu yuvarlaqlaşdıraraq 80 götürə bilərik. Deməli, yazırıq ki, 80 qram. Daha sonra keçirik B variantına. Buna bir plus qoyaq. Təqribən hansı temperaturda Selsi ilə, yəni burada bu hissəyə baxacağıq. Ammonium xlorid və kalium nitratın həll olması eynidir. Deməli, ammonium xloridi tapmalıyıq və kalium nitratı tapmalıyıq. Burada eyni olduqları dərəcəni tapmalıyıq biz. Deməli, burada təxminən kalium nitrat ilə alüminium xloridi deyirəm. Bax, bu nöqtə baxırıq, kəsişdiyi anda eyni olublar bunlar. 21, 22, 22 dərəcədir uşaqlar. Çünki baxıram ki, kalium nitrat ilə ammonium xlorid harda kəsişibsə, deməli o vaxtda artıq onlar eyniləşiblər. Baxıram, burada təqribən hesablayıram ki, 20, yox, bunu 5 də 2 hesablamalıyıq, 24-dədir uşaqlar. Suyunu sayın. İndi bir dəqiqə sizə deyəcəm nə üçün. Deməli, bax, burada nə dama var? 1, 2, 3, 4, 5 dənə dama var. Yəni 20-dən 30-a 5 dənə dama var. Deməli, bu damaların hər ikisi 2 dərəcədir ki, 10 dənə tamam olsun ki, 20-dən 30-a birbaşa keçə bilsin də. Ona görə də mən sayıram ki, bax, gəlirəm tam aşağıda, bax, bu hissədə. 1, 2. Gəldim, saydım, gördüm bunun qarşısındadır. Hər damanda 2 hesabladığımız üçün, deməli, burada artıq 24 olacaq. Bunu da tamamladıq. İndi keçək C variantına. C variantında isə 40 dərəcədə maddələri həll olma qabiliyyətinin artma sırası ilə düzün. Deməli, 40 dərəcəyə baxırıq. Şaquli istiqamətdə hər birinin artma sırasını düzəcəyik. Həll olma qabiliyyəti deyir. Yəni, bu hissə ilə bu hissəni uzlaşdırmalıyıq. 40 dərəcə oxun üstünə dəqiq şəkildə baxırıq. Gəlin kalium xloridə baxaq. Kalium xlorid burada yerləşib. Yəni kalium xlorid burada hardasa təqribən burada 38-dədir. Ona görə də yazırıq kalium xlorid. Biz buradan bir ağ səhifə açaq. Mən burada bir ağ səhifə açım. Deməli, uşaqlar, C variantına yazırsınız ki, kalium xlorid. Kalium xlorid. Kalium xlorid 38 qram. Sonra yazırıq ki, biz bunu nə bir yerə qoyduq. Deməli, C variantında kalium xloriddir. Az, burada nəsə düşür bizə? Artma sırasında yediyi üçün azdan çoxa doğru gedəcək. İkincidə isə baxırıq, ammoniuma baxırıq. Ammonium
xlorid. Amonium xlorid isə 40 dərəcə üzərində 42 dərəcənin üstündədir. Bəli, 42 dərəcənin üstündədir yazırıq. Amonium. Qırx qramın daha doğrusu. Aha. Daha sonra baxırıq ki, amonium xlorid, daha sonra gəlir kalium nitrat. Kalium nitrat isə 40 dərəcə üstündə, bax tam burada yerləşib, yəni 62 dərəcədə. Yazırıq kalium 62 qramda. Mən baxdım dərəcə deyirəm. İndi isə qaldı yerdə alüminium. Alüminium nitrat. Şöyle sərbəst yaza bilərəm. Qrafik planşetin qələmi pozulub. Qələmi xarab olub deyə bilərdim. Deməli, burada isə alüminium nitrat 40 dərəcə üzərində baxırıq ki, 84-də yerləşir. Burada kalium nitrat düz yerləşir. Burada da deməli gəlir ki, bax bu oxlan tam gəldik gördük ki 82-də yerləşib. 84-də. Yazırıq 84 qram. Aha, indi gəlin keçək D variantına. İndi isə keçək D variantına. D variantında isə Kamran 200 qram suda 80 qram kalium xlorid həll etmək istəyirsə. Əgər kənardan səslər gəlirsə, uşaqlar üzr olsun, çünki kompüter soyutma rejimindədir hal-hazırda. Ona görə yəni belə olur, belə səs gəlir. Deməli, Kamran 200 qram suda 80 qram kalium xlorid həll etmək istəyərsə, o suyu ən azı hansı temperatura qədər qızdırılmalıdır? Deməli, D variantında əgər 200 qram suda 80 qram xlorid həll etmək istəyiriksə, bu zaman 100 qram suda 40 qram həll etmək deməkdir. Yəni, mən kalium xloridi 100 qram suda, baxın, kalium xloridi 100 qram suda 40 qram həll edirəm. Çünki bizə burada 100 qram su verib. Amma bizə deyir ki, 200 qram suda. Əgər 100 qram 200 qram artırılıbsa, deməli, belə izah edək də sizə. Baxın, bizdən 200 qram suda soruşur. Amma bizim cədvəlimizdə isə 100 qramlıq rejim var. Ona görə də mən bunu 100-ə bölərəm. Görürəm ki, deməli bu burada 2 dəfə çoxaldıb. Əgər 80 qram kalium indi xlorid etmək həll etmək istəyirsə 200 qram suda 2 dəfə azalıb axı artıq burada. Ona görə də elə 80 qramda 2-yə böləm, eləcək 40 qram. Bizim cədvəlimizə uyğun olaraq 100 qram suda 40 qram xlorid həll etmək deməkdir. Qrafikə görə isə kalium xlorid 100 qram suda 40 qramı təqribən, yəni təxminən, baxın 100 qram suda kalium xlorid təxminən 43-45 dərəcələrdə 40 qramı temperaturda həll edə bilər. Yəni burada yazacağıq ki, ən azı dediyi üçün biz burada yazaq 43 dərəcədə. İndi keçək E variantına. Leyla 40 dərəcədə 500 qram suda ən çox neçə qram alüminium nitrat həll edə bilər? Leyla 40 dərəcə suda. 40 dərəcədə baxırıq bura. Alüminium nitrat buradadır. 500 qram suda neçə qram nitrat həll edə bilər? Alüminium 40-da, deməli, gəlib baxaq bura. 40 dərəcədə, əgər o 84 qram suda 84 qram suyu 40 dərəcədə həll edə bilirsə, 500 qram suda
sual. Yəni x qoyaq bunun yerinə. İndi gəlin x-i həll edək. Düşür burada. Aha. İndi gəlin x-i həll edək. 500 vurulsun 40 bölünsün 84. 4'e bölərəm 10, 4'e böləcəm 2, 1, 21. Bu da eləyəcək 5000 bölünsün 21. Burada təxminən yazacaqsınız ki, təxminən 238 qram nitrat əldə etmək olar. Yazacaqsınız ki, 238 qram. Bu qədər. İndi gəlin ki, öyrəndiklərinizi yoxlayın siz. Aha, deməli. Öyrəndiklərinizi yoxlayına gəlin baxaq birinci suala. Uyğunluğu müəyyən edin deyir. Suda həll olan maye maddə. Suda həll olan maye maddə etil spirtidir. D variantı gələcək bura. Daha sonra baxırıq. Suda həll olmayan bərk maddə qumdur. C variantı. Suda həll olan qaz isə amoniakdır. Maye yağı isə suda həll olmayan mayedir uşaqlar. Yəni əlavə olaraq bunları da deyim sizə. Gəlin əvvəlcə bunu qeyd etdim. B variantı amoniakdır. Suda həll olan qaz amoniakdır. Əlavə bir qeyd kimi də deyim ki, sizə maye yağdır, suda həll olmayan mayedir. Şəkər isə suda həll olan bərk maddədir. İndi gəlin keçək ikinci suala. Deməli, ikinciyə gəlin baxaq. İfadələr verilib, doğru, yanlış versiyalar verilib. Deməli, təbaşir suda həll olmayan mayedir. Bu doğrudur, amma bu hissədə yanlış yerləşdirilib. Yəni belə deyil. Biz bura qoymalıyıq. Etil spirti suda həll olan mayedir. Bu da doğrudur və düzgün qeyd olunub. C variantında temperatur artdıqda karbon qazının suda həll olması artır. Burada düzgün qeyd olunub, amma qazlarda temperatur artdıqda həll olma azalır. Yəni yanlış olduğu doğru qeyd olunub cədvəldə. D variantında isə təzyiqi artdıqda oksigenin suda həll olması artır. Bu doğrudur. Yəni amma səhv qeyd olunub. Ona görə də bura doğru işarəsini qoyacağıq. Bu doğrudur. Amma deməli cədvəldə səhv qeyd olunub. Çünki qazlarda təzyiq artanda həll olma artır. İndi E variantına baxaq. Temperatur artdıqda xörək duzunun suda həll olması artır. Doğrudur və düzgün qeyd olunur. Bəli uşaqlar, bu qədər. Ümid edirəm videodan yararlana bilmisiniz. Anlamadığınız bir məqam olarsa mütləq şərhlərdə qeyd etməyi unutmayın. Siz şərhləri yazdığınız zaman mən şərhinizi oxuyaraq sizlərə cavabımı bildirəcəm. Yaxud da əlavə bir video olaraq çəkib short hissəsində paylaşacağım, yaxud da uzun bir video olaraq paylaşıb izahını verəcəm. Sağ olun uşaqlar. Bu kimi videolar böyük əziyyət tələb etdiyi üçün xahiş edirəm videoya like atıb kanala abunə olmağı unutmayın. Sağ olun. Gələn dərslərimizdə görüşmək ümidi ilə.